Qohumumuz il boyu içir, yer içir yani. Ramazanda da oruç tutur. Bu ne derecede doğrudur? Sənə nə? Ah. Tutsun da, Allahın özü arasında. Tutur, tutmur, yəni səhv eləyir, günah eləyir. Sən niyə maraqlandırır? Qəbul edən Allah, qəbul etməyən Allah, rədd etsə Allah rədd edəcək, qəbul etməsə qəbul etsə. Sən niyə narahat olursan? İnsanın əməlinə görə onun etdiyi ibadəti gözdən salmayın. O insanın əməlində səhv ola bilər, bu tərəfdən yaxşı əməli ola bilər. Sən nəyə görə bu səhvinə görə onun etdiyi ibadəti əməli ona göz ardı baxırsan? Sən hardan bilsən onun qəlbində hansı sevgi ilə, elə sevgi ilə, elə inamla eləyər ki, hamımızın orucundan onun orucu yaxşı olar. Belə baxmazlar insanı. Yəni insanı, baxın, pis əməli ilə insanın yaxşı əməlini ölçməzlər. Etdiyi səhv əməlinə görə Allah günahlarını bağışlasın, Allah hesab verəcək. Yaxşı əməlinə görə də Allah mükafat verəcək. Amma bizdə çox qəribə bir şeydir. Bir insanın əməlinə görə dinini sorğuluyuruq, əməlinə görə yəni, deyir ki, buna bax, misal üçün, buna bax, həccə gedir, buna bax, oruçdur, buna bax, namaz qılır. Sənə nə? Allahla onun arasına niyə girirsən? Bizim ixtiyarımız yoxdur kiminsə Allahla onun arasına girək. Allah üçün edir. Səhv edib, özü bilər, Allah hesab verəcək. Sən nəsiyyət elə, sən tövsiyə elə bilsən, tövsiyə elə. Amma belə, yəni göz ardı, rişxəndə etmək, bax da il boyu pislik eləyir, sonra oruç tutur. Ən gözəl cavab, sənə nə? Sevdim bunu. Çünkü hocam geçen il həqiqətən bu şekilde oruç tutan birisi var idi. Bu il o adam hem namaza kalıp hem de içkini atıp.